Meyxana sənətinə ciddi gözlə baxmaq lazımdır. Bu xalqın folklorudur. Hər kəsin sevdiyi janrdır. Nizami Rəmzi meyxanaya musiqi janrını gətirdi. Yadımdadır, biz ifa edəndə cəmaət meyxananı eşidib oynayırdı. Nizami mənim böyük qardaşım idi. Çox dəstək görmüşəm ondan. Bundan başqa skripka ifaçısı Kazbeklə işləmişəm. Baba Salahovun xalq çalğı alətləri ansamblında da solist olaraq ifa etmişəm. Xalq artisti Ağasəlim Abdullayev məni yaxşı tanıyır. ASTV-nin Qızıl Fondunda mahnılarım olub. Heç indiyə qədər axtarmamışam. Ola bilər ki, yox ediblər. Heç bilmirəm ki, hara gedib o lentlər. Mən canımın hayındayam. Mənə onlar lazımdır. Bunu Media News Aza açıqlamasında bir zamanların məşhur müğənnisi Nizami Rəmzinin duet ortağı Samirə Vahabova deyib. Hazırda çətin durumda olduğunu deyən Samirə xanım sənət dostlarından da dəstək istəyib. Yaşlı adamam, zirzəmdə yaşayıram, bir parça çörək axtarıram, çörəyə də möhtacam. O vaxt İzzət Bağırov biraz gəlib getdi, kömək etdi. İndi 7-8 ildir ki, o kömək də yoxdur. Çox istərdim ki, mənə kömək olsunlar, kim istəsə kömək edə bilər. Mən heç kimin adını çəkə bilmərəm. Yəqin ki, bu müsahibəni oxuyacaqlar, özləri görəcəklər. Kim istəsə gəlib yaşayışımı, vəziyyətimi görə bilər. Qızıma görə yaşamağa məcburam. Nə edim? Sənətim o qədər də yaxşı deyil. Səhhətim o qədər də yaxşı deyil. Təzyiq məni əldən salır, deyə o bildirib. Samirə Vahabova deyib ki, Nizami Rəmzinin ailə üzvləri ilə heç bir münasibəti yoxdur. Heç birindən xəbərim yoxdur. Əlaqələrimiz yoxdur. O vaxt bacısı oğlu, bir də Nizaminin yoldaşı Sevdanı bir dəfə gördüm, gəlmişdilər. Bəzən düşünürəm ki, heç lazım da deyildi sənətdə olum. Özümü fəda etdim. Qazandığım nə oldu? Sənətə yeni gələn gənclərə tövsiyəm odur ki, həm sənəti, həm də ailələrini qorusunlar. Çünki çətin gündə sənət yox, insana ailə qalır, deyə dövrünün məşhur müğənnisi bildirib.